Deməli, müəllimələr, bizim bugünkü mövzumuz standartlar mövzusu olacaq. Bildiyimiz kimi, standartlar inkişaf sahəsi üzrə qurulurdu. Bizim də 4 dənə əsas, belə deyək də, inkişaf sahəmiz var idi. Bunlar fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idraki inkişaf, estetik və yaradıcı inkişaf, bir də sosial və emosional inkişaf sahəsi idi. Yəni, hər bir inkişaf sahəsi də qeyd edək ki, bir məşğələyə aiddir. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik də fiziki mədəniyyət məşğələsinə daxil olmuş olur. İndi biz baxaq birinci, belə deyək də, inkişaf sahəsinə. Gördüyümüz kimi, burada biz belə deyəcəyik ki, fiziki tərbiyə məşğələsi körpələr qrupunda müəllimələr fiziki hərəkətlilik kimi gedir də, qeyd olunduğu kimi. Amma orta qrupdan etibarən biz buna fiziki mədəniyyət kimi götürəcəyik. Yəni, körpələr qrupunda fiziki hərəkətlilik gedir. Orta qrupdan etibarən isə fiziki mədəniyyət olacaq. Bildiyimiz kimi, yəni hər bir inkişaf sahəsinin də qarşısında bir rəqəm var. Məsəl üçün, fiziki inkişaf, sağlamlıq və təhlükəsizliyin qarşısında 1 var, idraki inkişafın qarşısında 2 var. Yəni, bir rəqəmlə ifadə olunub da, fikrimi ona yönəltdirəm. Hər bir inkişaf sahəsinin özündə əsas standartı var, qeyd elədiyimiz kimi. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizliyində dedik ki, 3 dənə əsas standartı var, müəllimələr. Baxın, 1.1 fiziki hərəkətləri yerinə yetirir. 1.2 masa arxasında ümumi qaydalara əsasən tənzimləyir və gigiyena qaydalarına əməl edir. 1.3-də isə təhlükəsizlik qaydalarına əməl edir. Yəni, gördüyümüz kimi, yəni fiziki inkişaf, sağlamlıq və təhlükəsizliyin 3 dənə əsas standartı var. Sizdən soruşsa ki, neçə əsas standartı var? Bu zaman qeyd edəcəksiniz ki, 3 dənə əsas standartı olmuş olacaq. Daha sonra biz baxaq nəyə? Qeyd elədik ki, əsas standart. Əsas standart nədir qeyd eləsəz? Baxın, biz burada, məsəl üçün, götürürük 2 rəqəmlə. Bir dəqiqə. Aha, baxın, 2 rəqəmlə qeyd olunub. Eləmi? 1.1. 2 rəqəmlə təsvir olunanlar olacaq əsas standart. Amma 3 rəqəmdən ifadə olunsa, biz bu zaman, belə deyək də, alt standart götürəcəyik. Baxın, alt standartlarımız həddən artıq çoxdur. Baxın, bunların hər biri, 3 rəqəmlə ifadə olunanların hər biri alt standart olaraq götürmüş olacağıq biz bunu. Bu da belə. İndi biz nəyi qeyd edəcəyik? İnkişaf sahəsi olmasaydı əgər əsas standart olmazdı. Yəni, sizə sual versələr ki, əsas standart hardan çıxır? Biz bu zaman qeyd edəcəyik ki, əsas standart inkişaf sahəsindən çıxarılır. Bunu da yəni qeyd edərsiniz. İndi biz nəyə baxaq? İnkişaf sahəsi və əsas standartın tərkibində həmçinin bundan əlavə alt standartlar da yer almış olur. Qeyd elədik. Yəni, inkişaf sahəsi, əsas standart və alt standartlar yer alır. Hər bir inkişaf sahəsində tərkibində əsas standart kimi alt standartlar yer alır. İndi biz nəyi qeyd eləyək? Dedik ki, 3 rəqəmdən ifadə olunur alt standart. Hansı böyükdür bizdən soruşsalar? Biz qeyd edəcəyik ki, inkişaf sahəsi böyükdür əsas standartdan. Əsas standart, belə deyək də, inkişaf sahəsi əsas standartdan böyükdür. Əsas standart da alt standartdan böyükdür. Yəni, bunu belə götürəcəyik də. Məsəl üçün, inkişaf sahəsidir bu. Böyük olacaq əsas standartdan. Əsas standartdan. Bu da böyük olacaq alt standartdan. Yəni, bu cür qeyd edəcəyik biz bunu. Daha sonra biz nəyə baxaq? Bir dəqiqə. Bu da belə. İndi biz baxaq nəyə? Səsi bağlayardınız da, sualınız yoxdursa. Dedik ki, əsas standart 2 rəqəmlə ifadə olunur. Alt standart da 3 rəqəmlə ifadə olunur. İndi bizə desə, inkişaf sahəsi nədən alt standartdan çıxır? Biz bu zaman deyəcəyik ki, xeyr, bu doğru fikir deyil. Doğru yanaşma deyil. İnkişaf sahəsi əsas standartdan çıxarılır. Yəni, sizi çaşdıra bilərlər, sual olaraq qoya bilərlər. Biz bu zaman deyəcəyik ki, inkişaf sahəsi əsas standartdan çıxarılır.
Daha sonra bizə deyə bilər ki, əsas standart inkişaf sahəsindən çıxır. Bu da doğru fikirdir. Daha sonra deyə bilər ki, əsas standart alt standartdan çıxır. Bu da doğru fikir olacaq. Amma bizə desək ki, inkişaf sahəsi əsas standartdan çıxır. Bu yanlış fikir olacaq. Məsəl üçün, bundan əlavə deyə bilər ki, inkişaf sahəsi alt standartdan çıxır. Bu da yanlış fikir olur. Yəni, bu heç cür mümkün olan iş deyil axı. İnkişaf sahəsi olmasa... Aha, buyurun müəllimə. Əsas standart alt standartdan çıxa bilər? Bəli, müəllimə. Aha. Yəni, burada bizə nə deyə bilərik? İnkişaf sahəsindən əsas standart çıxır fikri yanlışdır. İnkişaf sahəsindən alt standart çıxır fikri yanlışdır. Çünki, yəni, belə bir şey mümkün ola bilməz axı. İnkişaf sahəsi olmasa, ondan alt standart, əsas standart çıxa bilməz də. Yəni, baxın, inkişaf sahəsindən alt standart çıxır fikri desələr, səhv olacaq. İnkişaf sahəsindən əsas standart çıxır. Əsas standartdan da alt standart çıxır. Bu doğru fikirdir amma. Amma bizə əksinə desək ki, əsas standartdan inkişaf sahəsi çıxır, bu səhv olacaq. Və yaxud da desək ki, alt standartdan inkişaf sahəsi çıxır, bu da səhv olacaq. Yəni, inkişaf sahəsi olmasa, əsas və alt standart ola bilməz. Yəqin ki, aydın oldu bura qədər. Eləmi? Aydındır müəllimə. Sadəcə mən əsas standart alt standartdan çıxa bilər. Aha, bəli, müəllimə, çıxır. Əsas standartdan alt standart çıxır. Baxın, elə bil ki, inkişaf sahəsindən əsas standart çıxır. Alt standartdan əsas standart çıxa bilər? Xeyr, müəllimə, o mümkün deyil. Oranı qarşıdır. Əsas standartdan alt standart çıxa bilər. Amma alt standartdan əsas standart və yaxud inkişaf sahəsi çıxa bilməz, müəllimə. Oldu. Dedik ki, alt standart da 3 rəqəmdən ifadə olunur. Alt standartın da 4 əsas funksiyası vardı. Dedik ki, bunlar dəqiqlik idi, düzgünlük idi, daha sonra inteqrativlik idi. Yəni 4 dənə əsas funksiyası var idi. Bir də davamlılıq. Aha, bəli, bir də davamlılıq idi. İndi biz baxaq 1.1. Yəni fiziki hərəkətləri yerinə yetirir əsas standartında yer alan alt standartlara baxaq. Baxın, yəni burada hamısı birincidə görürük ki, hamısı bunlar bir rəqəmi ilə ifadə olunub da. Məsəl üçün, aha, baxın, bunlar hamısı bir rəqəmi ilə ifadə olunub və yaxud da burada görürük ki, hamısı 1.1.2 ilə təsvir edilib də. Bax, indi biz burada nəyə baxacaq? Əgər yəni 1.1.1 ilə başlayırsa, dedik ki, bu alt standartdır. Amma 1.1 ilə başlasa, baxın, əsas standartdır bu. Yəni, bunu qatışdırmayın. İndi biz baxaq. Dedik ki, hamısı 1.1.1 ilə başlayır. Eləmi, biz bunu necə fərqləndirəcəyik? Hamısı 1.1 ilə başlasa da məzmunu eynidir, müəllimələr. Amma mahiyyəti yəni, eyni deyil də. Məzmun eyni olsa da mahiyyəti daha mürəkkəbdir. Yəni, sadədən mürəkkəbə doğru dəyişir yaş qrupuna əsasən. İndi biz baxaq 1.1.1 əsas standartına. Baxın, mən bunu da qeyd edeyim. Baxın, burada var. Baxın, yaş qrupu üzrə verilib. Bu 1-2 yaş aiddir, bu 2-3 yaş aiddir, bu orta qrupdur, 3-4 yaş. Yəqin ki, ayıra bilirsiniz də. Yaş artdıqca təlim nəticələri bəli, müəllimə, sadədən mürəkkəbə doğru çətinləşir. Aha. İndi biz baxaq, yəni birincisinə baxaq. Baxın, burada. Sadə fiziki hərəkətləri yerinə yetirir, qalxıb oturur, yanlara dönür, sərbəst yeriyir, 3-4 metr məsafəni keçir, maneələrdən yan keçir. Biz burada nəyi götürəcəyik? 1-2 yaşdır da, yəni bu körpədir. Bu mürəkkəb hərəkəti yerinə yetirə bilməz axı. Biz burada əsas açar söz olaraq götürəcəyik ki, 3-4 metr məsafəni, yəni belə deyək də, qət eləyir. Bunu götürəcəyik əsas açar söz olaraq. Daha sonra bizdən nə soruşacaq? 2-3 yaşa götürək. 2-3 yaşa baxın. 2-3 yaşda əsas biz nə götürəcəyik? Baxın, burada da sadə fiziki hərəkətləri yerinə yetirir. Sadə fiziki hərəkətləri yerinə yetirir. Yəni, belə deyək də, yeriş-qaçış hərəkətlərini icra etməkdir. Yerişdən qaçışa keçmək, qaçışdan yerişə keçmək, dırmanma,
topu bir-birinə tərəf atmaq, yəni digər hərəkətləri, bir sıra hərəkətləri yerinə yetirir. Burada amma biz açar söz olaraq qeyd edəcəyik ki, 2-3 yaş dövründən etibarən uşaqlarda müvazinətini saxlamaq bacarığı. Baxın, burada var. Ya da yerişdən qaçışdan yerişə kimi açar söz kimi yadda saxlanırlar. Bəli, müəllimə. Amma onu tam olaraq yadda saxlaya bilməyəcəksiniz də. Ona görə də baxın, sizə məsəl üçün imtahanda düşə bilər ki, müvazinətini saxlamaq. Bunu böyük qrup üçün götürə bilər. Böyük qrup olaraq verə bilər, sizi çaşdıra bilər. Amma ki, yəni 2-3 yaş qrupundan etibarən, 2-3 yaşda belə deyək də, uşaqlar müvazinətini saxlama bacarığını yerinə yetirə bilirlər. Daha sonra biz nəyə baxacağıq? Baxın, 3-4 yaşda fiziki hərəkətləri, müxtəlif istiqamətləri, yeriş, qaçış hərəkətlərini, daha sonra kürəciyi bir-birinə tərəf atma, topu atıb tutma, müvazinətini saxlayaraq yerinə yetirir. Yəni, burada açar söz olaraq biz gimnastik skamyanın üstü ilə sürünmək, kürəciyi bir-birinə tərəf atıb tutmaq, diyirlətmək kimi bacarıqları götürmüş olacaq. Daha sonra yəni belə deyək də, sadədən mürəkkəbə doğru varislik prinsipinə əsaslanmış olur da. Yaş qrupu artdıqca daha da çətinləşir də, belə deyək, uşaqlara verilən fəaliyyətlər. Məzmun getdikcə daha da mürəkkəbləşir də. Bax, burada böyük qrupda fiziki hərəkətləri, müxtəlif istiqamətlər hərəkətləri nümayiş etdirir. Yəni, yeriş, qaçış, müxtəlif əşyaların üstü və arası ilə sürünmə. Baxın, əşyaların orta qrupda deyirdi ki, gimnastik skamyanın üstü ilə sürünmək, kürəciyi bir-birinə tərəf diyirlətmək. Amma böyük qrupdan etibarən baxın, əşyaların üstü və arası ilə sürünmə bacarığı, gimnastik nərdivana dırmanma. Baxın, gimnastik skamya orta qrupdan etibarəndir. Gimnastik skamya deyirsə, biz bunu orta qrupdur. Amma gimnastik nərdivana dırmanma deyirsə, bu zaman böyük qrup götürəcəyik. İndi baxaq məktəbazlıq, yəni 5-6 yaş qrupuna baxaq. Biz burada nəyi götürəcəyik? Baxın, fiziki, belə deyək də, inkişafla bağlı bir sıra müxtəlif hərəkətləri yerinə yetirir. Qamətini düz saxlamaq. Baxın, qamətini düz saxlamaq, tempi dəyişərək yeriş, qaçışdır, əşyaların üstü, altı, arası ilə sürünmədir. Baxın, burada əşyaların üstü və arası ilə sürünmə deyirdi böyük qrupda. Amma burada əşyaların üstü, altı, arası ilə, yəni getdikcə daha da mürəkkəbləşir də, çətinləşir. Daha sonra gimnastik nərdivana pillə-pillə dırmanma. Böyük qrupda deyirdi ki, bir növ belə deyək də, nərdivanadır, tullanmaydı. Amma burada pillə-pillə dırmanmadır. Kürəciyi diyirlətmə var. Daha sonra hədəfə atma, baxın, kisəciyi, topu hədəfə atma. Müəllimələr, topu hədəfə atma, yəni uşaqda diqqət psixi prosesi inkişaf etməlidir ki, o topu hədəfə, yəni düzgün istiqamətlənə bilsin də, belə deyək də, fokuslana bilsin bir növ. Yəni, belə deyək də, burada biz hərəki keyfiyyətləri harada görsək, baxın, orada hərəki keyfiyyətlər də qeyd olunub. Çeviklikdir, elastiklikdir, gücdür, sürətdir. Bunlar da varsa, sırf, yəni, belə deyək də, keyfiyyət göstəriciləri də məktəbazlıq qrupundan etibarən formalaşır. Yəni, sizdən soruşsa ki, hərəki keyfiyyətlər, bir növ çeviklik, sürətlik haradadır? Biz bu zaman məktəbazlığı götürəcəyik. Sədd üzərində müvazinətini saxlamaq desə, baxın, burada qeyd olunub sədd üzərində müvazinətini saxlamaq. Bu zamanda biz sədd üzərində, yəni uşaq bu topu hədəfə atma kimi də, məsəl üçün, uşaq belə deyək də, sədd üzərində müvazinətini necə saxlaya bilər? Onda diqqət psixi prosesi tam formalaşmalıdır ki, həmən uşaqda, yəni diqqət psixi prosesi formalaşmalıdır ki, həmən uşaq daha yaxşı fokuslansın da bir növ. Yəni, sədd üzərində müvazinətini saxlamaqdır, topu hədəfə atmadır. Bu tipli sözləri harada görsəz, biz bu zaman götürəcəyik məktəbazlıq qrupunu. Bura qədər aydın oldu, müəllimələr? Bəli, müəllimə. Aha. Daha sonra biz nəyə baxacağıq? Həmçinin komanda qaydalarına uyğun fəaliyyət göstərmə. Harada komanda sözü görsək,
Bu zaman biz böyük qrupu götürəcəyik. Yəni böyük qrupdan etibarən komanda qaydalarına da, yəni komanda sözünü harda görsəz böyük qrup olaraq götürəcəyik də. Daha sonra biz nəyi qeyd edəcəyik? Amma belə deyək də, komanda qaydaları böyük qrupdan formalaşır deyirik. Yəni belə deyək də, böyük qrupdan etibarən komanda qaydalarını uşaqlarda yaradırıq, formalaşdırırıq. Amma bir növ bu qaydaların məsuliyyətini tələb edirik uşaqlardan. Bu zaman biz bunu məktəbazlıq götürəcəyik. Yəni biz həmən qaydanı uşaqda formalaşdırmamış uşaqdan nəyisə, hansısa bir məsuliyyəti tələb edə bilmərik axı. İlk öncə formalaşdırmalıyıq ki, yaratmalıyıq ki, daha sonra uşaqlardan tələb edə bilək. Yəni bu da məktəbazlıq qrupu oldu. Bura qədər aydın oldu. İndi keçirik 1.1.2 alt standartına. Baxın biz burada nəyi götürəcəyik? Böyüklərin, baxın 1.1.2-də qeyd edilib ki, böyüklərin köməyi ilə pilləkənlə qalxır və düşür. Baxın, biz böyük sözünü harda görsək, böyüyün köməyi, bir növ böyüklərin dəstəyi sözünü harda görsək, belə deyək də, böyük yaş qrupunda olan uşağa böyüyün köməyinə ehtiyacı yoxdur axı. Böyüyün köməyi harda görsəz bu sözü, bu zaman biz kiçik qrupu götürəcəyik də, 1-2 və 2-3 yaş götürə bilərik. Yəni burada böyüklərin köməyi ilə pilləkənlə qalxır, düşürsə, bu onda olacaq birinci körpələr qrupu, 1-2 yaş əhatə edəcək. Baxın, ikinci körpələr qrupunda yerində atılıb düşür, daha sonra ayaqları bir yerdə irəli doğru tullanır. Orta qrupdan etibarən baxın, yuxarıda da qeyd elədim 1.1.1-də gimnastik skamya qeyd elədik ki, hardan formalaşır? Orta qrupdan etibarən gimnastik skamya formalaşır. Baxın, burada artıq 2 ayağı üstə yerə düşür. Baxın, burada bir növ qeyd olunmuşdu ki, haradaydı? 2 ayağı üstə yerə düşürsə orta qrupda. Amma baxın, ikinci körpələr qrupunda ayaqları bir yerdə irəli doğru tullanır. Ayaqları bir yerdə tullanırsa, ikinci körpələr qrupudur qeyd elədik. İkinci körpələr qrupu. Amma 2 ayağı üstə yerə tullanırsa, bu olacaq artıq orta qrup. Daha sonra baxın, sağ-sol anlayışı. Sağ-sol ayaq üzərində irəliyə doğru tullanır. Sağ-sol anlayışı da müəllimələr. Artıq qeyd eləyək ki, sağ-sol anlayışı böyük qrupdan etibarən formalaşmış olur. Dedik ki, gimnastik skamya orta qrupdan etibarən formalaşır. Yəni, kiçik yaş qrupunda olan uşağa heç vaxt qeyd olunsa ki, bu kiçik yaş qrupuna sizi çaşdıra bilər. Gimnastik skamya. Yəni, bu mümkün deyil də, orta qrupdan etibarən formalaşır. Kiçik yaşda uşaq necə istifadə edə bilər ki, gimnastik skamyadan? Baxın, məntiqlə fikirləşsək, yəni uşaqlarda sümük tam formalaşmır axı, hələ körpədirlər axı, hələ balacadılar. Qığırdaqdan ibarətdir. Yəni sümük olmadığı üçün qığırdaqlardır da. Tam formalaşmayıb uşaqlar. Ona görə də skamyadan istifadə edə bilmərik biz bu yaş dövründə. Böyük qrupda da qeyd elədik ki, sağ-sol anlayışı. Sağ-sol anlayışı da harda görsəz bilin ki, böyük qrupdan etibarən formalaşır. Daha sonra məktəbazlığa baxaq. Yerində, uzundan müxtəlif istiqamətlərə doğru ip üzərindən tullanır. Baxın, ip üzərindən tullanır. Harda ip üzərindən tullanır sözünü görsək, baxın, bayaqki kimidir, hədəfə atmadır, müvazinətini saxlamadır. Həmçinin burada da ip üzərindən hoppama. Yəni, bir uşağın diqqəti olmalıdır ki, ip üzərindən tullana bilsin də. Yəni tam formalaşa bilsin. Diqqət formalaşmasa, uşaq həmən ip üzərindən tullana bilməz axı. Yəni ip üzərindən tullanmağı da harda görsəz bilin ki, məktəbazlıqda formalaşmış olur. Həmçinin yəni diqqət psixoprosesi formalaşmalıdır. Bura qədər aydın oldu müəllimələr. Müəllimələr. Ülviyə müəllimə burada. Bəli, müəllimə. Hə, müəllimə. Aydın oldu müəllimə. Digər müəllimələrə də aydındır. Ülviyə müəllimə. Bəli, aydındır müəllimə. Aha, lap yaxşı. İndi baxın, keçəcəyik 1.2
1.3 alt standartına baxacağıq. Baxın müəllimələr, topu döşənmə üzərlərinin belə deyək də, topu diyirlədir də döşənmə üzərində. Topu diyirlətmə, böyük yaşlı uşaq topu necə diyirlədə bilər? Bu körpədir ki, topu hələ diyirlədir də, tam formalaşmayıb onda topa hədəfə atma və yaxud digər bacarıqlar. Ona görə də uşaq hələ topu hədəfə doğru belə deyək də diyirlədir. Döşənmə üzərində diyirlədir. Yəni diyirlətmə sözünü harda görsəz bilin ki, mütləq körpələr qrupudur. Yəni haçar sözlərlə belə deyək də nisbətən yadda saxlaya bilərsiniz. Daha sonra topu ayağı ilə vurur. Artıq baxın, topu bayaq diyirlədirdi, indi ayağı ilə vura bilir. Orta qrupdan etibarən topu başı üzərindən atır, yerdən qalxan topu tutur. Yəni bu bacarıqlar formalaşır uşaqlarda. Böyük qrupda topu kürəciyi müxtəlif üsullarla atıb tutur. Məktəbazlıq qrupunda isə topu yerə vuraraq irəliləyir, topu hədəfə atır. Baxın, burada da topu hədəfə doğru atır. Topu hədəfə atma qeyd elədik axı, diqqət psixoprosesi tələb edir. Ona görə də topu hədəfə atma, ip üzərindən tullanma, yəni bunları harda görsəz bilin ki, mütləq məktəbazlıq qrupu olacaq. Bu da belə. İndi keçəcək 1.1.1-ə. Baxın müəllimələr, 1.1.4-ü əsasən yəni biz belə deyək də məşğələlərdə istifadə eləmirik də. Məşğələ kimi yəni götürmürük də, inteqrasiya eləmirik. Amma məsəl üçün biz belə deyək də, məsəl üçün riyaziyyat məşğələsidir. Uşaqlara həndəsi fiqurlar mövzusunu keçirəm. Uşaqlara qeyd edirəm ki, kvadrat və yaxud da ki, üçbucaq kəsməyi tapşırığı verirəm, eləmi? Məqsədim nədir? Məqsədim uşaqlarda kəsmən, yəni belə deyək də, uşaqların yaradıcılığını inkişaf etdirmək deyil də, estetik bacarığını inkişaf etdirmək deyil. Məqsədim nə olacaq? Aha, bəli, yəni məqsədim olacaq ki, motor bacarıqlarını müəyyən eləmək, uşaqların motorikasını inkişaf etmək. Motorikada dedik ki, yəni barmaq əzələlərini inkişaf etdirməliyik uşaqlarda. Məqsədim budur. Və yaxud da ki, savad təlimi məşğələsi keçirəm, A hərfini keçirəm uşaqlara. Deyirəm ki, A hərfini keçməklə yanaşı uşaqlara A hərfini kəsməyi tapşırıram. Məqsədim nədir? Motor bacarıqlarını inkişaf etdirməkdir. Uşaqların yaradıcılığını inkişaf etdirmək deyil ki, məqsədim. Yəni, belə deyək də, cümlənin əvvəldə kiçik motor bacarığı varsa, yəni bu söz varsa, bu cümlənin əvvəlində də fiziki inkişaf götürürük. Daha sonra, yəni bunu da qeyd eləyin də, kiçik motor cümləsi varsa fizikini götürürük, estetiki götürməyəcəyik. Daha sonra, indi baxaq biz nəyə? 1.1.1-ə və 1.1.4-ə. Əllərində tutduğu əşyalardan, karandaşdan, oyuncaqdan təyinatına görə istifadə edir. Yəni, körpə də hələ təyinatına görə istifadə etməyi bacaracaq. Daha sonra nəyə baxaq? Təyinatına görə istifadə etməni də körpələr olaraq götürəcəyik. Daha sonra ikinci körpələr qrupunda 2-3 yaşda artıq əşyanı, karandaş, plastilin, top, oyuncaqları barmaqlar arasında saxlayaraq şəkil çəkmə, yapma, atıb tutma kimi hərəkətləri sadə tərzdə yerinə yetirmiş olacaq. Daha sonra orta qrupdan etibarən kiçik motor hərəkətlərini nümayiş etdirir, şəkil çəkir, yapışdırır, atıb tutur. Yəni, koordinasiya bacarığı formalaşır orta qrupdan etibarən. Böyük qrupda isə kiçik motor hərəkətləri nümayiş edir. Belə deyək də, əşyalarını, oyuncaqları barmaqlar arasında saxlayır, atıb tutur, şəkil çəkir, düzür, hamarlayır, quraşdırır, yəni birləşdirir, bir sıra koordinasiyaları icra edir. Məktəbazlığa baxaq, yəni burada da artıq kiçik motor hərəkətlərini nümayiş etdirir. Belə deyək də, baxın, konturdan kənara çıxmayaraq rəngləyir. Yəni, bunu sizdən soruşsa, konturdan kənara çıxmayaraq rəngləyirsə, siz bunu estetik və yaradıcı inkişaf sahəsi olaraq götürməyin, qəti şəkildə. Yəni, sizi çaşdıra bilərlər testdə. Yəni, sizdən soruşsa ki, konturdan kənara çıxmayaraq rəngləyirsə, bu zaman biz bunu fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik götürəcəyik. Amma məsəl üçün şəkli rəngləyirsə, bu estetik və yaradıcı olacaq. Konturdan kənara çıxmayaraq rəngləyirsə,
fiziki inkişafın motor bacarığı olacaq. Yəni 1.1.4 olacaq. Daha sonra yəni belə deyək də, verilmiş materialı və ya əşyanı hissələrə ayırır, birləşdirir, kontur üzrə kəsir, yapışdırır, koordinasiya edir. Yəni kontur sözünü görsəz bilin ki, bu məktəbazlıq qrupu olacaq da. Baxın, burada hissələrə ayırır, birləşdirir sözü var. Baxın, hissələrə ayırır, birləşdirir. Hissə bütöv anlayışı böyük qrupda var. Baxın. Müəllimə, siz dərsi qeyd edirsiniz, qayd edirsiniz dərsi. Bəli, müəllimə. Mən burada 0 görsənirik, ona görə elə bir qayd olunmur. Yox, qeyd edirəm. Məndə var müəllimə, qeyd edirəm. Hə, məndə 0 görsənir, ona görə. Ola bilər. Baxın müəllimə. Məndə də. Yox, qeyd edirəm. Baxın 1.1.4 kəsir, yapışdırır, birləşdirir, quraşdırır var. Baxın, bu böyük qrupdan etibarəndir də. Məsəl üçün belə deyək də, hissələrə ayırır, birləşdirir sözü, eləmi? Hissə bütöv anlayışda müəllimələr böyük qrupdan etibarən formalaşır. Yəni harda hissə bütöv anlayışı görsəz, böyük qrupu götürürsüz. Harda kontur sözü görsəz, bu məktəbazlıq olacaq. Bura qədər aydın oldu müəllimələr. Bəli, müəllimə. Aha. Əslində içindən açar sözləri saxlayıb beyində kodlaşdırmayıb saxlamaq olar yəni. Hə, bəli müəllim. Açar söz, yəni belə sırf əzbərlənəsi mövzu deyil də. Bunu əzbərləyib qutara bilməzsiniz. Yəni sırf açar sözlərlə yəni yadınızda saxlaya bilərsiniz bir növ. Birinci əsas standartımız da belə getdi. İndi baxacağıq ikinci əsas standartımıza 1.2 masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir və gigiyena qaydalarına əməl edir. İndi biz nəyi qeyd eləyək? Bax, bayaq qeyd elədik ki, 3 əsas standartı var birinci inkişaf sahəsində. Baxın, amma 1.2-də, ikinci əsas standartda da fiziki inkişafın ikinci əsas standartında neçədən olur standart? Baxın, belə deyək də, alt standartlar neçə dənə? 3 dənə alt standart yer alıb. Aha, baxın, amma 1.3 əsas standartında 2 dənə var. Baxın, 2 dənə alt standart qeyd olunub. İndi biz baxacağıq 1.2.1-ə. Baxın, müəllimələr, biz burada nəyi qeyd edəcəyik? Bir dəqiqə. Aha, deməli, şəxsi gigiyena qaydalarına bir növ, haradaydı? Şəxsi gigiyena qaydalarına əməl edir də. Baxın, şəxsi gigiyena əşyalarını daraq, dəsmal, tanıdığını nümayiş etdirir. 1.2.1. Yəni, hələ körpədir də, hələ darağı, dəsmalı tanıyır da, sadə belə deyək də, hərəkətlər nümayiş etdirir. Bu körpələr qrupu olacaq. İndi biz nəyə baxaq? 1.2.1-də 2-3 yaşa baxaq. İkinci körpələr qrupu. İlkin gigiyena qaydalarına daraq, dəsmal, burun dəsmalından istifadə etməyə əməl edir. Baxın, biz burada nəyi qeyd edəcəyik əsas olaraq? Baxın, şəxsi gigiyena sözünü harda görsəz, bunu birinci körpələr qrupudur. İlkin gigiyena görsəz, ikinci körpələr qrupudur. Sadə gigiyena qaydaları desə, orta qrup götürəcəyik. Müəyyən olmuş qaydalara əməl edirsə, böyük qrupdur. Sırf gigiyena sözü varsa, qarşısında başqa heç bir söz yoxdursa, biz bu zaman nə götürəcəyik? Məktəbə hazırlıq götürmüş olacağıq burada. Nüans olaraq. Müəllim, bu vaxt çətindir. Yenə birinci asandaydı. Hə, müəllim, indi baxalım. Sadə hərəkətlər, baxın, harada sadə hərəkət sözü görsəz, bu bilin ki, yəni sadə deyirsə körpədir də, yəni sadə hərəkətləri, maksimum sadə hərəkətləri yerinə yetirə bilər də. Ona görə də sadə hərəkətlər sözünü harda görsək, biz bunu körpələr qrupu götürəcəyik. Amma baxın, sadə gigiyena sözü var ha. Biz bunu kiçik qrup götürməyəcəyik. Sadə hərəkətlər desək kiçik qrupdur. Amma sadə gigiyena desə orta qrupu götürəcəyik. Yəni bu nüansı da yadınızda saxlayın da qarışdıra bilərsiniz. Daha sonra biz nəyə baxacağıq burada? İlkin gigiyena dedik ki, ikinci körpələrdir. Sadə gigiyena dedik ki,
orta qrupdur. Müəyyən olmuş gigiyena qaydalarına əməl edirsə, bu zaman belə deyək, böyük qrup olacaq. Dedik ki, qaydalar böyük qrupdan formalaşır axı uşaqlarda. Ona görə də müəyyən olmuş qaydalara riayət edirsə, böyük qrup götürəcəyik cümlə olaraq. Daha sonra dedik ki, məktəbazlıqda cümlə gigiyena ilə, sırf gigiyena ilə başlayırsa cümlə, biz bu zaman nə götürəcəyik? Biz bu zaman götürəcəyik məktəbazlıq qrupunu. Həmçinin məktəbazlıqda baxın, hiss üzvlərinə qulluq var. Gözlərdir, burundur, dildir, qulaqlar, yəni bir sıra bacarıqlar nümayiş etdirirlər. Öz şəxsi əşyalarından istifadə edirlər. Həm də hiss üzvlərinə qulluq formalaşır burada, yəni bir növ qulluq formalaşmış olur. İndi bura qədər aydın oldu. Mənim bağışlayın, bir dənə sual vermək istəyirdim. Şimdi, bax, siz dediniz, şəxsi, o lap yaxşı kodlaşır birində. Çünki bilirsiniz, gigiyena qaydaları var, o bir körpədə də var, sadədə də var. Sadəcə ilkinlə onda körpəni götürək, şəxsi ilə birinci körpəni götürək. Çünki qaydalar orada da var. Hə, bəli. Birincidə tanıdığını nümayiş etdirir, müəllimə. Birincidə tanıdığını nümayiş etdirir, amma ikincidə ifadə görsə, müjgan qaydalara əməl edir, qayda var, o birlərdə də var. Ona görə deyirəm. Ona görə ondan savayı bizə sərf eləyər ki, ilkin gigiyenanı yadımızda saxlayaq ki, 1-2, sadəni burada ucu 2-3. Bəli, müəllimə bilirsiniz necədir? 3-4. Baxın, məsəl üçün siz nəyi qeyd edirsinizsə, şəxsi və ilkini qarışdırmamağı qeyd edirsiniz də, yəqin ki. Məsəl üçün, sizdə testdə deyirsiniz də, imtahanda məsəl üçün sizə eynisini soruşa bilər ki, məsəl üçün hansı körpələr qrupuna aiddir. Həm ilkin gigiyenanı, həm də şəxsi gigiyenanı görə bilmərsiniz variantda. Sadəcə birini verəcək, yəni ikisindən birini. Yəni elə nüanslar var da, qarışdırmayasınız deyə. Hə, yəni ikisini bir yerdə verə bilməz. Məncə burada elə ilk sözlə bayaq dediniz, ilk sözlə kodlaşdırsaq yaxşı. Hə, yəni həmçinin baxın. Qaydalar ikinci qrupdan qaydalar var, ikinci körpədən qayda sözü var. Amma ümumilikdə bir növ müəyyən olmuş qaydalar böyük qrupdan formalaşır ümumilikdə. Yəni müəyyən qayda oradadır. Sadə qayda 3-dədir, ilkin qayda 2-3-dədir. Hə, baxın, belə deyək də 1-2 yaşla 2-3 yaşı necə fərqləndirəcəksiniz? Baxın, şəxsi gigiyena, ilkin gigiyena. Amma baxın, birinci körpələrdə daraq və sıf dəsmaldan istifadədir. Amma ikinci körpələr qrupunda, müəllimə, daraq dəsmaldan əlavə, baxın, burun dəsmalından da istifadə edir burada uşaqlar. Baxın, nüansı tuta biləsiniz gərək. Hə, bəli. Üçüncüdə sabundan, artıq sabundan da istifadə edir. Bəli, müəllimə, sabundan istifadə artıq orta qrupdur. Yəni, körpə uşaqlar sabundan istifadə eləyə bilməz. 1-2 yaşda, 2-3 yaşda ola bilməz. Orta qrupdan etibarən artıq sabundan istifadə eləyə bilərlər. Onlar onu yeyərlər də, dadarlar da. Ona görə mütləq böyüklərin nəzarətində olmalıdırlar. Bəli, müəllimə, böyüklərin nəzarətində olmalıdırlar. Yəni, sadə sözü harada olsa kiçik qrupdur. Bir də sadə gigiyena sözünü harada görsəz, bilin ki, orta qrupdur. O nüansı yəni yadınızda saxlayın. Qeyd elədik ki, orta qrupdan etibarən sabundan istifadə eləyə bilərlər. Kiçik qrupda da olmaz. Bura qədər aydın oldu. Aha. Necə müəllimə? Aha, aha, indi keçək 1.2.2-yə səsi bağlayardınız da. Aha, indi baxaq 1.2.2-nin standartlarına baxaq. Baxın, birinci körpələr qrupunda qaşıq və fincandan istifadə edir. Hələ körpədir də, yəni maksimum istifadə edə biləcəyi qaşıq, fincan ola bilər də. Baxın, artıq ikinci körpələr qrupunda masa arxasında yemək dəstindən müstəqil şəkildə istifadə edir. Orta qrupdan artıq masa arxasında ümumi qaydalara riayət edir. Ümumi qaydalara əsasən davranır. Böyük qrupda masa arxasında mədəni davranış qaydalarını nümayiş etdirir. Həmçinin harada mədəni davranış sözünü görsəz, bilin ki, böyük qrupdur. Baxın, məktəbazlıqda amma masa arxasında süfrə mədəniyyətinə yiyələndiyini nümayiş etdirir. Baxın, biz burada nəyi götürəcəyik? Baxın, birinci belə deyək də,
Mən sizə qeyd edeyim də necə götürəcəksiniz. Birinci kiçik qrupda baxın, qaşıq və fincandan istifadə edə bilər uşaq. İkinci körpələr qrupunda artıq yemək dəstindən istifadə elədi. Orta qrupdan etibarən artıq uşaq burada çəngəldən istifadə edə bilir. Orta qrupdan etibarən. Çəngəl sözünü harda görürsünüz, orta qrupdan götürülür. Böyük qrupdan etibarən bıçaqdan istifadə edə bilər. Məktəb hazırlıqda isə ümumi şəkildə, baxın, süfrə mədəniyyətinə yiyələnir artıq. Ümumi şəkildə, kompleks şəkildə hamısından istifadə edə bilir də. Yəni, sizdən soruşsa ki, süfrə mədəniyyəti anlayışı hardadır? Bunu, məsəl üçün, sizi çaşdıra bilər. Süfrə mədəniyyətini gətirib deyər ki, körpələr qrupundadır. Körpələr qrupunda uşaq süfrə mədəniyyəti anlayışını nə anlaya bilər ki? Süfrə mədəniyyəti anlayışı sırf məktəb azlıqda ola bilər. Körpə uşaq süfrə mədəniyyətinə yiyələnə bilməz axı. Ona görə məktəb azlıq olacaq sırf. Bura qədər aydın oldu müəllimələr. Baxın, müəllimə, siz çəngəli deriz orta qrup, yoxsa böyük qrupda deyil? Orta qrup müəllimə. Çəngəldən istifadə edirsə orta qrup. Çəngəl böyükdə yazılır müəllimə. Yox müəllimə, çəngəldən belə deyək də, istifadə edirsə orta qrupdan istifadə edir. Amma bir növ belə deyək də, baxın, çəngəlin özündən istifadə etməyi bacarır. Bir dəqiqə müəllimə qulaq asın. Çəngəldən istifadə eləməyi bacarırsa bir növdə, yəni müəyyən belə deyək səviyyədə, dərəcədə, bu orta qrupdur. Amma çəngəldən müstəqil şəkildə istifadə edirsə böyük qrup olacaq. Aydın oldu müəllimə? Oldu. Bu da belə süfrə mədəniyyəti də dedik ki, məktəb azlıq qrupunda formalaşır. İndi baxacağıq nəyə? Baxın, indi baxacaq 1.2.3-ə. 1.2.3-ün də standartlarına biz baxaq indi. Səsi bağlayın müəllimə. Hansı müəllimənin səsi açıqdır? Baxın, məsəl üçün, indi burada baxaq. Böyüklərin nəzarəti altında əllərini sabunla yuyur, burun dəsmalından istifadə edir. Qaldırın yuxarıdan zəhmət olmasa, biz də görək. Görsənmir müəllimə? Görsən aşağıdadır 1.2.3. Hə, indi bəs müəllimə. Mən özüm qaldırdım əlimlə ekranı. Sən prob elə elə. Gör İndi oldu müəllimə. Xeyr müəllimə, olmur. Eləyə bilmirəm. Hə, müəlliməm. Yəni, qaldırdım ekranı da. Evi yoxdur müəllimə, danışın qulaq asıram. Hə, baxın, 1.2.3-də 1-2 yaşa baxsaq, böyüklərin nəzarəti altında əllərini sabunla yuyur, burun dəsmalından istifadə edir. Bax, burada da qeyd edə bilərsiniz ki, sabundan istifadə edir, axı, sabunla əllərini yuyur. Bax, müstəqil eləmir, axı, böyüklərin nəzarəti altında əllərini sabunla yuyur. Harada böyüklərin nəzarəti sözü varsa, böyüklərin köməyi, nəzarəti, dəstəyi varsa, bu zaman biz bunu kiçik qrupu götürəcəyik. Böyük qrup uşağının, belə deyək, köməyə ehtiyacı yoxdur, axı, özü eləyə bilir də. Ona görə də böyüklərin nəzarəti altındadırsa, biz bu zaman bunu birinci körpələr qrupu olaraq götürəcəyik. Baxın, ikinci körpələr qrupunda da böyüklərin nəzarəti qeyd olunub. Burada fərq nədədir? Əllərini sabunla yuyur, quruluyur, salfetdən, burun dəsmalından sərbəst istifadə edir. Baxın, sərbəst istifadə etmək bacarıq formalaşır. Daha sonra orta qrupdan etibarən burada sadə özünə xidmət bacarıqlarını nümayiş etdirir. Sadə özünə xidmət, baxın, burada da nüans var ha. Sadə gigiyena ilə sadə özünə xidmət sözünü harda görsəz orta qrup götürürsünüz. Amma sadə hərəkətlər sözünü kiçik qrup götürəcəksiniz müəllimələr. Aydın oldu? Aha. İndi sadə hərəkətlər kiçik qrup, sadə gigiyena, sadə özünə xidmət orta qrup. Yəni özünə xidmət bəli, sadə özünə xidmət orta qrup olacaq. İndi böyük qrupda özünə xidmət bacarıqlarını nümayiş etdirir. Baxın, özünə xidməti nümayiş etdirir. Artıq böyük qrupdan sərbəst şəkildə özünə xidmət vərdişlərini nümayiş etdirmiş olursa, sərbəstdir də, yəni artıq müstəqil bacara bilirsə, məktəb azlıqdan etibarən olacaq. Baxın, məsəl üçün, sual verə bilərsiniz, sizə qarışdıra bilərsiniz də, məsələn, vacib nüans olaraq. Məsəl üçün, bayaq qeyd elədiyi keçdi, düzdür. Məsəl üçün, deyirik ki, qaşıq fincandan istifadə edir də, uşaq eləmi?
yemək zamanı. Baxın, qaşıq və fincandan istifadə edirsə, deyə bilərsiniz ki, bu özünə xidmətdir, yoxsa məişət təsərrüfat əməyi olaraq götürəcəyik. Siz hansını götürmüş olarsınız? Əslində özünə xidmətdir də, yemək zamanı. Bəli. Baxın, müəllimələr qeyd edirəm. 1-2 yaş. Qaşıq və fincandan istifadə edirəmsə, özüm üçün istifadə edirəm də, eləmi? Bu zaman özünə xidmət bacarığı olacaq. Amma məsəl üçün, belə deyək də, tərbiyəçi müəllimə dərs prosesi zamanı müəllimə kömək edirəm. Yeməyi, qabı, belə deyək, masanın üzərinə düzürəm də, qaşığı, fincanı, eləmi? Bu zaman olacaq məişət təsərrüfat əməyi. Yəni, masaya yemək qab düzməsini mən, yəni belə deyək də, dayəyə kömək edir də, bir növ burada uşaq dayəyə kömək edir. Biz bunu fiziki inkişaf götürməyəcəyik. Nə olsun ki, fiziki inkişafın standartında yer alıb, estetik olaraq götürmüş olacaq. Çünki məişət təsərrüfat əməyi də axı dayəyə kömək edir qabların düzülməsində. Özünə xidmət olsaydı, amma fiziki inkişaf olardı. Bəli, müəllimə. Yəni, biz digər mövzuda da qeyd eləmişdik ki, özünə xidmət fiziki inkişafdadır. Amma digər, belə deyək də, məişət təsərrüfat əməyidir, əl əməyidir, təbiətdə əməyidir. Bunlar estetik və yaradıcıya daxildir. Sırf özünə xidmət əməyi isə fiziki inkişafa daxildir. Bunu qeyd eləmişdik keçən mövzularda, yadınızdadırsa. Elə çaşdırıcı suallar düşmüş deyib də istəməli. Bəli, müəllimə, çaşdırırlar. Yəni, qaşıq və fincandan istifadə edirsə fiziki inkişafdır. Amma belə deyək də, bundan əlavə deyə bilər ki, masa arxasında yemək dəstindən istifadə edir uşaq. Özünə xidmətdir də, fiziki inkişaf olacaq. Elə bir özü üçün istifadə elədiyini fiziki götürür, amma kiməsə köməkini eləyirsə oldu. Bəli. Özünə xidmət, belə deyək də, fiziki olaraq nəyə götürəcəyik biz bunu? Öz-özümüzə götürmürük ki, belə deyək də, masa arxasında yemək dəstindən istifadə edir. Özü üçün istifadə edir də, özünə xidmət bacarığıdır. Ona görə fiziki götürürük. Amma yemək, belə deyək də, yemək dəstini süfrəyə düzürsə, mən bunu estetik götürəcəyim. Fiziki götürə bilmərəm axı. Nə olsun ki, standartda yer alır. Yəni, bu nüansları qatışdırmayın. Bura qədər aydın oldu. Süfrə mədəniyyəti də dedik, məktəbağızlıq oldu. Yəni... Aydın oldu. İnşallah qarşılarıq. Müəllimə, yəni orada kömək sözü olsa estetik götürməliyik də, amma kömək olmasa, masa düzürsə, onda da fiziki deyil, eləmi? Necə müəllimə? Bax, elə bil köməkdirsə dayiyə, məsəl üçün, onda götürür estetik. Amma kömək yoxdur, amma yenə masa düzür. Yox, müəllimə, yenə estetik olur, elə şey olmaz. Oldu, aydın. Təşəkkür. İndi biz nəyə baxaq? Böyüklərin nəzarəti qeyd elədik ki, kiçik qrup olacaq. Sadə özünə xidmət qeyd elədik ki, orta qrupdur. Sadə gigiyena və sadə özünə xidmət orta qrupdur. Qalan sadə hərəkətlər harada görsəz bilin ki, kiçik qrupdur. Yəni, digər qruplar ola bilməz. Sərbəst özünə xidmət artıq məktəbağızlıqdan formalaşır. Müjgan müəllimə, ekran görünür indi sizə? Bəli, müəllimə, düzəltdim. Müəllimə, lap yaxşı. Bu da aydın oldu mu? İndi keçək digər standarta. İndi baxın, 1.3-ə baxacaq. Dedik ki, 3 əsas standart oldu. İndi 1.3-ün standartlarına baxaq. Soruşa bilər də sizdə 1.3-ün neçə dənə alt standartı var? 2 dənə. 2 dənə. Baxın, indi biz burada nəyə baxacaq? 1.3.1-ə baxaq. Baxın, potensial təhlükə barədə böyüklərin, belə deyək də, xəbərdarlığına adekvat reaksiya verir. Reaksiya verir də, hələ körpədir. Böyük uşaq reaksiya verməyəcək ki, potensial təhlükə barədə reaksiya verir. Məsəl üçün, siz deyə bilərsiniz ki, necə ola bilər ki, bu fizikidə yer alır? Reaksiya vermək axı sosial-emosional inkişaf sahəsindədir. Baxın, reaksiya vermək sosial-emosionaldadır, bəli. Amma ki, təhlükəsizliyi barədə reaksiya verirsə uşaq, bu zaman biz fiziki inkişafı götürəcəyik müəllimələr. Aydın oldu? Əgər təhlükəsiz yoxdursa, sadəcə reaksiya verirsə, onda sosial-emosionaldır, bəli. Amma təhlükəsizliyi barədə reaksiya verirsə, bu zaman biz bunu fiziki inkişaf olaraq götürmüş olacağıq. Yəni, körpə də hələ reaksiya verir, bir növ hələ körpədir.
sadalayır, reaksiya verirsə körpələr qrupu olacaq. Baxın, həyatına, sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalayır. Hələ balacadır da, hələ kiçik yaş dövrüdür. Sadalayır. Sadalayır sözü, reaksiya sözü verir, reaksiya sözü varsa, bilin ki, bu körpələr qrupu olacaq. Orta qrupda həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaların əlamətlərinə görə fərqləndirir. Baxın, fərqləndirir. Fərqləndirmə sözü varsa, orta qrupdur. Harada fərqləndirmə sözü görsəz, bilin ki, orta qrupdan etibarən uşaqlar əşyaları fərqləndirə bilir əlamətinə görə. Daha sonra, yəni fərqləndirmə orta qrupdur. Daha sonra böyük qrupa baxın, həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyalarla təhlükəsiz davranma bacarıqlarını nümayiş etdirir. Baxın, təhlükəsiz davranma bacarıqlarını nümayiş etdirir. Demişdim axı, mədəni davranma, təhlükəsiz davranma, harada davranma qaydası görsəz, bilin ki, böyük qrupdan etibarən formalaşır. Mədəni davranma oldu, təhlükəsiz davranma da böyük qrup oldu. Daha sonra məktəbazlığa baxaq. Həyatına və sağlamlığına təhlükə yarada biləcək hadisələrdən qorunma qaydalarını izah edir. Artıq izah eləyir. Kiçik yaşlı uşaq nəyisə izah eləyə bilməz axı. Bu məktəbazlıqdır. Artıq formalaşmış uşaqdır. Ona görə izah eləməyi bacarır. Həmçinin bundan əlavə məktəbazlıqda baxın qorunma, müdafiə, təhlükə yarada biləcək hadisələrdən qorunma qaydalarını nümayiş etdirir. Qorunmadır, daha sonra müdafiə edə bilirəm özümü, qoruya bilirəm özümü. Bu zaman məktəbazlıq olacaq. Yəni, uşaq özünü müdafiə edə bilirsə, bu artıq 5-6 yaş qrupundadır. Həmçinin qorunmadır, müdafiədir. Bilirik ki, demokratiya və insan hüquqlarına hörmət, belə deyək, səriştəsinə əsaslanır da. Demokratiya və insan hüquqlarına hörmət də artıq məktəbazlıq qrupundan formalaşır. Daha sonra, bura qədər aydın oldu. Bəli, müəllim. Bəli, müəllim, aydın. İzah məktəbə qədər də, nümayiş böyükdə. Yox, müəllimə. Böyükdə təhlükəsiz davranma oldu. Amma baxın, kiçik qrupda reaksiya verdi. Davranış. Hə, bəli. Təhlükəsiz davranış harada görsəz, məsəl üçün mədəni davranışdır, təhlükəsiz davranışdır. Bilin ki, biz bu zaman böyük qrup götürmüş olacağıq. Amma uşaq artıq özünü, bəli, artıq uşaq məktəbazlıqda özünü qoruya bilirsə, özünü müdafiə eləyə bilirsə, burada bilirik ki, demokratiya, insan hüquqlarına hörmət formalaşır da. Bu da məktəbazlıq qrupunda formalaşmış olur. Bura qədər aydın oldu da. İndi keçək 1.3.2-yə. Baxın, burada baxaq birinciyə. Elementar təhlükəsizlik qaydalarına, qaynar əşyalara, sobaya əl vurmamağa əməl edir. Elementar. Elementar nə deməkdir? Yəni, sadə sözü deməkdir də, bir növ. Elementar. Bir dəqiqə. Ən sadə, bəli, ən sadə. Baxın, elementar sözü, yəni, belə deyək də, primitiv, sadə, elə belə sözdür də, belə deyək, sadə bacarıqlar nümayiş etdirir də, bir növ elementar, belə deyək də, təhlükəsizlik qaydalarına əməl eləyir, sadə qaydalara yəni. Elementar sözündə harada görsəz, bilin ki, körpələr qrupu olacaq da. Daha sonra, baxın, ikinci körpələr qrupunda təhlükəli situasiyalarda ehtiyatlılıq nümayiş etdirir. Ehtiyatlılıq nümayiş etdirirsə, bu zamanda biz bunu körpələr qrupunu götürmüş olacaq. Yəni, ehtiyatlılıq nümayiş etdirmə, bilin ki, körpələr qrupundadır. Hələ davranır, axı, ehtiyatlı davranır. Artıq orta qrupa baxın, kəsici, deşici, yandırıcı əşyalar, daha sonra heyvanlar, tanış olmayan insanlarla ehtiyatlı davranma, yol hərəkəti qaydalarına əməl etmək bacarıqlarını nümayiş etdirir. Yəni, tanış olmayan insanlarla, belə deyək də, ehtiyatlı davranma və bir sıra hərəkətlər bilin ki, bu orta qrupdan formalaşır. Böyük qrupa baxaq, təhlükəsizlik qaydalarına əməl edir, kəsici, deşici, yandırıcı, böyükləri nəzarət altında dərban qəbul etmədir. Bundan əlavə, baxın, fövqəladə hadisələr. Fövqəladə hadisələr harada görsəz, bilin ki, böyük qrup olacaq. Daha sonra biz nəyə qeyd edəcəyik? Tanış olmayan insanlar dedik ki, orta qrupdur. Fövqəladə hadisələr amma böyük qrupdan etibarən formalaşmış oldu. Yəni, ehtiyatlı davranmadır,
fövqəladə hadisələr zamanı, təbii fəlakətlər zamanı. Amma məktəbəhazırlıqda baxın, polisdir, yanğın söndürəndir, daha sonra anasının, atasının nömrəsini bilir, yanğın söndürənə zəng eləyə bilir, polisə zəng eləyə bilir. Yəni bunları nümayiş etdirə bilirsə, təbii fəlakətlər zamanı, həmçinin baxın, təbii fəlakətlər zamanı, yanğınlar, zəlzələlər zamanı bacarırsa, bu zaman məktəbəhazırlıq götürəcəyik biz. Aydın oldu? Bəli, müəllimə. Müəllimə, bir də bir sual